Təcili. Azərbaycanın konsulu İranda faciəvi şəkildə həlak oldu. Xindən rəsmi açıqlama. Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərindəki baş konsulluğunun konsulu Ramil İmranov faciəvi şəkildə dünyasını dəyişib. Gözaltı.com musavat.com-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi sosial şəbəkə hesabında məlumat yayıb. Rəsmi məlumata görə diplomat Culfa Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında idarə etdiyi xidməti avtomobillə ağır yol nəqliyyat qəzasına uğrayıb. Qəza nəticəsində konsul Ramil İmranov həlak oldu. Xarici İşlər Nazirliyi baş vermiş ağır qəza ilə bağlı başsağlığı bəyanatı yayıb. Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki baş konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rızaoğlu İmranov, Culfa Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olması xəbəri bizi dərindən sarsıldı. Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüzünlə başsağlığı veririk, səbər edirik. Allah rəhmət eylesin. Ay yoldaş bizi koyma bilmiyorum adam onu. Ha? Öz sifarətdədir, qoy götürsün. Maşında aya bazarlayayım dedi. Olsun da yığmadan yığmadın mı biri? Yok koyma. Ben beni yığmasın. Öz başına yığdım. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalan.